Salam, hər vaxtınız xeyir olsun. Sazber kanalından narahat edirdik. Kiçik bir sualımız olacaqdı. Qadın olmaq çətindir yoxsa bəy olmaq çətindir? Mənim fikrimcə qadın olmaq çətindir. Çünki hal-hazırki dövrdə qadınların fiziki elədikləri məşğuliyyətlər, işlər, olsun pul qazanmaq, bunlar hamısı çox böyük bir öhdəlikdir. Ona görə məncə qadın olmaq daha çətindir. Kişilərə həyat daha asandır. Salam, vaxtınız xeyir olsun. Əlbəttədən narahat edirik. Sizcə indi hal-hazırda kişi olmaq çətindir yoxsa qadın olmaq? Yəni hər iki cinsin özünə məxsus öz çətinlikləri var. Spesifik demək olmaz ki, məsələn, hansı cinsin üstə düşən öhdəliklər daha çətindir. Ümumi baxanda, yəni hərəsinin öz rolu var da öz cəmiyyətdə. Zaman keçdikcə bu rollar getcə bərabərləşir, amma yəni ümumən hərəsinin öz çətinliyi olduğu kimi də bunun belə müqayisə olması düzgün deyil bizcə. Bəs yəni müqayisə etməsək əgər sizcə siz necə düşünərsiniz, yəni belə deyək? Yəni indiki dövrdə məncə qadın olmaq daha çətindir. Çox sağ olun, aydın olun. Salam, hər vaxtınız xeyir olsun. Azbek kanalından narahat edirik. Kiçik bir sualımız olacaqdı. Günümüzdə həyatımızda qadın olmaq çətindir yoxsa kişi olmaq çətindir? Şəxsi fikirləriniz yəni səhv olmasın. Salam. Mənə görə hər ikisinin də özünə görə çətinlikləri var. Yəni sadəcə desəm ki, qadın olmaq daha çətindir, kişilərə haqsızlıq eləmiş olaram. Və məncə biz qadın hüquqları deyirik, kişilərin hüquqları çox vaxt elə biz özümüz tapdalayırıq. Onların hüquqlarına biz fikirləşmirik. Mənə görə hər ikisinin öz çətinliyi var. Yəni deyə bilmərəm hansı daha çətindir. Tam olaraq da yəni qısa bir olsa, yəni biraz faiz nisbəti ilə ola bilər. Düzdür, günümüzdə hərəsinin öz çətinliyi var, doğrudur, doğru binası toxundunuz. Amma ki, müəyyən qədər biri balaca gündəmimizə uyğanar, biraz da məncə daha yüksəklik, azlıq təşkil edir. Bir sualım olacaq. Sizcə kişi olmaq yoxsa qadın olmaq daha çətindir? Mövzu əslində gözəldir. Sadəcə kadra sığmayacaq qədər uzun cavablar olmalıdır. Mən qısa metrajda keçəcəm söhbətin üstündə. Məncə kişi olmaq daha çətindir, qadın olmaq rahatdır, asandır. İndi qadınların belə çətinliyini tam burada izah edə bilmərəm. Romantizliyədən ona görə. Kişilərdən başlayaq da, ipoteka, kredit, maşın almaq. Qadından evlənmək üçün kreditə girməlidir. Ən azı 30 min, 20 min. Evlənmə qədər nişanlı qalmalıdır. Onun özünə, ailəsinə, hamısına hədiyyələr almaq üçün borca xərcə girməlidir. Ən azından bir kartda hesabı olmalıdır. Folio bankda ya başqa bir şeydə. Maşın aldı, maşının problemlərini həll eləməlidir. Cərimələr gəlir. Gündə bəlkə deyim, nə qədər cərimələr yazılır kişilərə. Mənə görə bəzi nüanslarda qadın olmaq daha çətindir. Məsələn, bilirsiniz də, fiziki zorakılıqda, bayaqdakı hər hansı bir təcavüz olaylarında qadın olmaq daha çətindir. Ən azından onu deyirəm ki, Azərbaycanın düzü bu daha çox olmasa da, bəzi ölkələrdə qadınlar qorxaraq gecə yeriyirlər. Yəni arxamıza baxa-baxa bəzən mən də elə bilirəm ki, kimsə arxamıza gəlir və yaxud da kimsə məni eləyəcək. Bu cəhətdən qadın olmaq daha çətindir. Bunda eləyən ailələrdir. Ailələr uşaq vaxtından kişilərə mənimsədirlər ki, Cəmiyyət olmaqda çox kişilər öyrədirlər, qadınlara nisbətən o düzdür. O cəhətdən qadın olmaq daha çətindir, amma kişi olmaq çətindir. Oldu, çox sağ olun, vaxtınızı aldıq, minnətdarım. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Sazber kanalından narahat edirik. Kiçik bir sualımız olacaqdı. Qadın olmaq çətindir yoxsa kişi olmaq çətindir? Məncə hər ikisi. Nəyə görə? Hərənin özünün öz öhdəliyi var da. Qadın ayrı cürə çətindir, kişiyə ayrı cürə çətindir. Məncə. Tam olaraq niyə? Məsələn, qısa bir səbəblər deyə bilərsiniz. Mənə görə ən üstünlüyü qadın olmaq daha çətindir. Çünki qadın idarəçidir. İdarə qazanc qazanmaqdan daha çətindir. Fikrim çatır sizə, yəni ki, pulu gətirmək asandır, amma onu idarə edib, onu ayın başına çatdırmaq daha çətindir. O da qadın öhdəsinə düşdüyünə görə mənə elə gəlir qadın tək ailə yox, uşaqdır. Özü əgər hardasa işləyirsə, yəni hər türlü hara fırlasa qadın daha çətindir. Amma kişinin də özünə görə öz çətinliyi var da. Şu idarəçilik cəhətdən əsas önəmli qadın tərəfdir, bir söz. Məncə qadın daha çətindir. Çünki kişiyə nə var ki, kişi gətirir, hər şey atır qadın üstə də. Hər şey atır qadın üstə, qadın mənə elə gəlir daha çətin olar. Gündəmimizə uyğun olaraq indi çox qazanan xanımlarımız da var, bəylərdən daha çox. O baxımdan bəzi sektorlara uyğun Nə olaraq. qədər çox qazansa da özü idarə eləyir. Kişi onu idarə eləmir ki, evin öhdəliyini qadın idarə eləyir. Ona görə də nə qədər çox qazansa da, yenə də qadındır. Mənə gəlir. Amma kişinin də özünə görə öz çətinliyi çoxdur. Onun da kişi psixologiyasına baxsaq, məsələn kişilər deyir ki, biz daha çətinik.
Amma qadınla bir yerə qoyanda biraz qadın ondan üstündür çətinlik baxımından. Amma kişinin də özünə görə ya onların da əməyinə qiymət vermək lazımdır. Onların da çətinliyi çoxdur. İndiki siz demiş sferada kişilərin iş tapmağı çətindir, ailəni nəzarəti çətindir, tək pul qazanmaq yox, nəzarəti çətindir. Ona görə də Allah onlara da kömək olsun, qadınlara da. Oldu, çox sağ olun vaxtınıza. Sağ olun vaxtınız xeyir olsun. Sağ Özbək kanalına narahat edir. Kiçik bir sualımız olacaqdı. Xanım olmaq daha çox çətindir, yoxsa bəy olmaq daha çox çətindir? İnsan olmaq çətindir. Bu mükəmməl cavabı təşəkkür edirəm. Nəyə görə məsəl üçün sizə kişilərə daha asandır? Çünki kişilər sadəcə fiziki olaraq düşünürlər, fiziki enerjilərinin daha çoxunu fizikiyə yönləndirirlər, amma qadınlar həm ruhən düşünürlər, həm beyindən düşünürlər, həm də fiziki olaraq bunu yerinə yetirirlər də, təyinatın yerinə yetirirlər. Bəli, ona görə qadınlara həyat daha çox çətindir. Ola bilər, çox sağ olun vaxtınız olsun. Haber vaxtınız xeyir olsun. Sadəcə bir kanalına narahat edirik. Kiçik bir sualımız olacaqdı. Xanım olmaq çətindir, yoxsa bəy olmaq çətindir? Məncə kişi olmaq daha çətindir. Çünki məsəl üçün kişi durur, səhər işə gedir, yorğun halsız evə gəlir. Məsələn, qadın oturur evdə, iş saat görür, ev işlərini görür. Belə də. Bu qədər? Bu qədər. Oldu, çox sağ olun. Qadınları hardasa saxlayırlar. Siz qadınsınız, bugün 8 martdır, sifariş deyirik keçin, qaydan pozuntusu ev yox. Siz xanımlara jest olunur hədiyyə, amma kişilərə jest olunur. O qədər. Qadınlarla bağlı nəsə deyə bilərsiniz, Alalı? Yox, mənim başım üçün deyil. Sağ ol, sağ ol.